Qızınızı qaynanalı evə gəlin verərsiz? Bir anlıq təsəvvür elə. Qızını böyütmüsən, oxutmusan, ən yaxşısını öyrətmisən. İndi isə gəlin köçür. Səncə qızın üçün ən doğru seçim hansıdır? Öz müstəqil evində yaşamaq, yoxsa qaynana ilə eyni damın altında həyat qurmaq? Psixoloq Murray Bowen deyirdi ki, hər bir yeni ailə öz sərhədlərini müəyyən etməlidir. Əgər sərhəd yoxdursa, münaqişə qaçınılmazdır. Bu o deməkdir ki, qaynanalı evdə yaşamaq özü özlüyündə faciə deyil. Amma sərhəd qurulmasa, münasibətlər çox tez gərginləşə bilər. Əslində, qaynana ilə eyni evdə yaşamağın üstünlükləri də var. Uşaq böyütməkdə dəstək, ev işlərində yardım, ailə içində paylaşım. Bunlar əvəzsizdir. Amma eyni zamanda psixoloq Virginia Satir xəbərdarlıq edir ki, ən çox zərər verən mühit insanın daim tənqid və müqayisə altında qaldığı yerdir. Əgər qızınız hər gün "Niyə belə geyindin? Niyə belə bişirdin?" kimi sözlər eşidirsə, burada artıq psixoloji yük yaranır. Araşdırmalar göstərir ki, qaynana ilə eyni evdə yaşayan ailələrdə konflikt ehtimalı yüksəkdir. Amma bu, mütləq boşanma demək deyil. Əgər ailə sərhədlərini düzgün qura bilsə, bir-birinə hörmətlə yanaşsa, bu model də işləyə bilər. Psixoloq John Gottman deyirdi ki, xoşbəxt evlilik odur ki, cütlük öz təhlükəsiz limanını yarada bilsin. İndi sual budur. Qızınız o limanı qaynana ilə bir evdə qura bilərmi? Yoxsa öz evində daha rahat edəcək? Bəlkə də sən deyəcəksən, mən qızımı qaynanalı evə verərəm, amma sərhədləri düzgün müəyyən edərəm. Bəlkə də deyəcəksən, yox, qızım müstəqil, yaşasın, çətin olsa da azadlığı daha önəmlidir. Əslində cavab bir mənalı deyil, çünki hər ailə, hər insan fərqlidir. Qaynanalı ev bəzi qızlar üçün dəstək ola bilər, bəziləri üçün yük. Sən qızının həyatında hansı riski qəbul edirsən? Daha çox dəstək, yoxsa daha çox münaqişə riski? Cavab sənin vicdanındadır.